Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər Parkının açılışında iştirak ediblər. Cross Media xəbər verir ki, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verib. Ümumi sahəsi 9 hektar olan Zəfər Parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Terrasda Zəfər günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Parkın ərazisində geniş miqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Qeyd edək ki, Xankəndi şəhərində Zəfər Parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə bu layihə Azərbaycan xalqının tarixi, ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni əks etdirir. Bundan başqa, belə istirahət məkanlarının yaradılması işğaldan azad olunmuş ərazilərdə görülən geniş miqyaslı bərpa, quruculuq işlərinin uğurla davam etdiyini göstərir.